Salam dostlar, xoş gəlmisiniz. Bugündən etibarən sıfırdan başlayaraq birlikdə Kubernetes öyrənəcəyik. Dərslər çox sadə və real nümunələrlə olacaq. Başa düşülən dildə izah etməyə çalışacağam. Deməli, ilk sualımız, ilk mövzumuz Kubernetes niyə öyrənməliyik? Bildiyiniz kimi dostlar, texnologiya sürətlə dəyişir, inkişaf edir. Bunda hamımız təbii ki də hiss edə bilirik. Deməli, 1965-ci ildə Intel şirkətinin qurucusu Gordon Moore bir fikir irəli sürür. Deyir ki, prosesorlardakı tranzistor sayı hər 2 ildən bir 2 dəfə artır. Buna Moore qanunu, Moore yasası adlanır. Yəni buna o vaxtdan bəri bu sözü düz çıxır. Deməli, kompüterlər, bu nə deməkdir ki, kompüterlər 2 ildən bir 2 dəfə daha güclü olur. 2 ildən bir artır. Yəni 2015-ci ilin kompüteri ilə 2025-ci ilin kompüterləri müqayisə etsən, o biri bu birinin yanında, yəni oyuncaq kimi qalar təbii ki. Tək bu kompüterlərə aid deyil dostlar. IT sahəsinin, yəni demək olar ki, bütün alanlarında bu təsir edib. Məsələn, proqramlaşdırmadan tutmuş, bulut sistemlərinə, DevOps-a, süni zəkaya qədər hamısına təsir edib. Deməli dostlar, ənənəvi yöntəmlər niyə artıq işləmir? Bütün sektorlar dəyişir dostlar, bütün sektorlar. Deməli, son 10 ildə texnologiyada radikal dəyişikliklər baş verdi. Əvvəllər məsəl üçün necə idi? Proqram yazırdıq, serverə yükləyirdik, oldu bitdi. Server də bizim idi, kabel də, elektrik də, soyutma da. Əsas iş necə proqram işləyir deyildi. Əsas serverə necə yerləşdirim idi. İndi necədir vəziyyət? İndi dostlar, cloud texnologiyası gəldi. Yəni bulut texnologiyası dediyimiz anlayış gəldi. Artıq DevOps, mikroservis yanaşması, CI/CD kimi anlayışlar müasir proqram inkişafının ayrılmaz bir hissəsinə çevrildi. Ənənəvi üsullar artıq dəyişmək məcburiyyətində qaldı dostlar. Yəni burada artıq iki şərt oldu: ya dəyişməlisən, ya da yox olmalısan. Deməli dostlar, indi hər sektorda yazılım istəyir, təhsil, səhiyyə, istehsalat, kənd təsərrüfatı artıq işlədiyin bütün sahəni mütləq şəkildə ki, digitallaşdırmalısan, texnologiyanı buna daxil edib nələrsə etməlisən. Yəni kənd təsərrüfatına qədər dediyimiz kimi, məsələn, səhiyyə, istehsalat olsun, bunların hamısına təsir edir bizim bu texnologiyanın inkişaf etməsi. Deməli, burada Kubernetes nə edir? Bizə nə verir? Deməli, yazılım inkişaf etdi, cloud gəldi, serverlər dəyişir. Bəs Kubernetes bu filmdə hansı rol oynayır? Onu izah edim mən sizə. Deməli, proqramlar artıq tək-tük bir server bərabərdir, bir proqram şəklində deyil. Elə yazmırıq. Proqramlar artıq mikroservislərə bölünür. Bu mikroservislər konteynerdə saxlanılır. Məsələn, Docker bilərsiniz yəqin ki, konteynerlərdə saxlanılır. İndi belə bir sual çıxır ki, bu yüzlərlə konteyneri bir yerdə necə idarə edək? Cavab təbii ki də Kubernetes. Kubernetes nə edir? Kubernetes proqramların işlədiyi konteynerləri idarə edən, nəzarət edən, balanslaşdıran, miqyaslayan, belə deyək, və avtomatlaşdıran bir sistemdir. Əgər proqram konteynerdə işləyirsə, məsəl üçün Nginx olsun, Redis olsun, Flask olsun, Kubernetes ona nəzarət edir. Pod düşsə yenidən başladır, yükləmə çoxdursa əlavə nüsxə çıxardır. Əgər serverlər dəyişirsə, proqramı avtomatik köçürür, konfigurasiyaları idarə edə bilir, şəbəkə təhlükəsizlik, deployment hamısı bir yerdə. Yəni Kubernetes
konteynerin döyünən ürəyidir, belə deyək dostlar. Deməli, mən sizə indi burada bir şəkil göstərəcəm. Əvvəllər necə idi dostlar? Əvvəllər məsəl üçün bu bir serverimizdir. Ubuntu serverimizdə içində .NET var, MySQL var. Bunlar da bir konteynerin içindədir, yəni Docker'ın içindədir bunlar. Və bizə bu tək bəs eləmir. Artıq məsəl üçün ikinci bir serverə ehtiyacımız var. Bu load balancerdir. Bunları artıq balanslaşdırdıq. Okey, artıq 2 dənə serverimiz oldu və bu getdikcə artır. Artıq yeni bir Docker üstündə bir neçə proqram istifadəyə verdik və bunlar artıq getdikcə artır. Hər ildə bunlar 2 qatına, 3 qatına çıxa bilir ehtiyaca görə. Və sonra deməli dostlar, sonra bunun artıq Kubernetes gəlir. Bunları çünki kontrol eləmək, manual olaraq hər hamısına məsəl üçün bunun hər hansında bir problem yarandı, ona manual olaraq bunların heç birinə çatdırmaq əlavə güc və resurs tələb edir və vaxt tələb edir. Bu da ki, şirkəti və yaxud da həmin serveri əlavə resurslar tələb edir və əlavə xərclər tələb edir. Bunun üçün Kubernetes yaradıldı. Dostlar, deməli Kubernetes nədir? Kubernetes çoxlu konteyneri idarə edən, yer dəyişmə edən, nəzarət edən, balanslaşdıran və sağ-salamat belə deyək, işlədən bir sistemdir. Proqram düşsə, onu yenidən başladır. Arxadakı səslərə görə üzr sayın. Yük artanda əlavə nüsxə çıxardır. Serverdə problem yaranarsa başqa serverə köçürür, başqa yerə köçürür, belə deyim. Girişləri düzgün yönləndirir load balancerla və konfiqurasiyanı idarə edir. Belə deyək də, əgər məsəl üçün Docker konteynerdə, yəni maşındırsa, Kubernetes onu avtomatik idarə edən sürücüdür. Deməli dostlar, biz biraz arxitekturanı izah etməyə çalışacağam. Bunu bir şəhər kimi təsəvvür eləyin. Deməli, belə deyək də, bələdiyyəsi var. Bu bələdiyyə control plandır. Bunun belə deyim, bir neçə mahalları var. Yəni məsəl üçün qəsəbələri var, rayonları var, belə deyim. Bunlar nodlardır. Hər rayonda da adamlar işləyir. Bunlar isə podlardır. Daha rəsmi dildə deməyə çalışım. Deməli, control plan bunun beynidir. Harda nə yerləşdirirsən, hansı proqram neçə nüsxə olsun, hansı nod düşübsə dərhal tədbir görülsün. Bu kontrol planın edəcəyi şeylərdir. Bunda API server, bütün əmrlər API serverə gəlir. Sənin kubectl komandan burada qəbul olunur və buradan icra olunur. Schedule'lar var. Schedule'lar dediyimiz buradadır. Burada da baxın, schedule'lar var. Schedule'lar dostlar, yəni pod gəlirsə, pod buna gəlirsə, bu hansı nodda yerləşdirəcəyini özü seçir. Controller manager var. Controller manager deməli dostlar, əmr verir ki, məsəl üçün göstəriş verir ki, 3 nüsxə olsun və ya 5 nüsxə olsun və yaxud da deyək ki, 5 nüsxədir. Bunun məsəl üçün ikisi düşüb də, bu podların ikisi düşüb. Onun tez yenisini yarat. Və bu yarananda, düşəndə və yaxud yenidən yarananda artıq istifadəçi bunu hiss etmir. Yəni belə deyim sizə, rulları dildə izah etməyə çalışım. Deməli, bir inşaat şirkəti düşünün, inşaat olan yer düşünün, bina düşünün. Orada deyək ki, 5 dənə fəhlə işləyir. O 5 dənə fəhləni
İkisi deyək ki, yoruldu, tez işdən çıxdı. Deməli bu nə idi o? Controller manager ona göstəriş verir ki, orada artıq 2 nəfər, 5 nəfərə tamamlansın deyə ora artıq 2 nəfər göndərir. Və bunu gedən proses hiss eləmir. Yəni tez bir zamanda bunu tez yenisini belə deyək də yaradır. ATCD var dostlar. ATCD bütün konfigurasiyanın vəziyyəti burada saxlanılır. Yəni Kubernetes'in bu belə deyək də yaddaşıdır. Sonra node verilir. Nodun içində məsəl üçün kubelet var, container runtime var, kube-proxy var. Bunlar nədir? Kubelet məsələn API serverdən gələn əmrlərə tabe olan agentdir. Container runtime sən Docker'la çalışır və ya container D ilə çalışır, hansı varsa şəbəkəni yönləndirir dostlar. Bu elə ki podlar arasında bir trafik olur və bu trafikə kube-proxy nəzarət edir. Deməli pod var. Pod ən kiçik işləyən vahiddir. Bir və ya bir neçə konteyner olsun, birdən çox, bir dənə də ola bilər. Bunu saxlayan bir strukturdur. Əgər deməli proqram konteynerdədirsə, bu Kubernetes onu bir pod içinə yerləşdirir də, belə deyim. Amma pod konteyner deyil. Bunu da unutmayaq dostlar. Pod konteyner deyil. Pod konteyner, metadata, şəbəkə və konfigurasiya demək. Yəni bunların içində. Deməli namespace var. Namespace müəssisə daxili bölmə deməkdir. Kubernetesin içində fərqli layihələr, mühitlər, istifadəçilər üçün ayrılmış sahə yarada biləsən deyə var. Məsələn default var. Bunda əsas namespace defaultdur. Div, staging, production fərqli mühitlər yarada bilərsən. Deməli dostlar, bir pod necə yaranır sualına gəldikdə, bilirsiniz Kubernetes bir YAML dili ilə yaradılır, yəni bununla işləyir. Deməli bir pod yaranma prosesini izah edim mən sizə. Deməli YAML belə deyək, faylındakı təlimat kubectl vasitəsilə API serverə göndərilir. API serverə göndərilir. API server bu əmri qəbul edib ATC-yə göndərir. Hardadır? Buradadır. ATCD-yə yazır, belə deyək, ATC də yazır və üçüncü deməli schedule'lara baxır. Hardadır? Hə, burada. Schedule'lara baxır, yeni pod gəlir, hansı nod boşdur, bu onu baxır. Bu ona baxır ki, hansı yeni pod gəlir də, hansı nod boşdur. Yəni burada məsəl üçün birinci, ikinci və ya üçüncü hansı boşdursa ona göndərir. Seçir və əmr verir. Həmin deməli hər nodda da kübelətlər olur. Baxın yazılıb burada kübelət. Kübelət deyir ki, məsəl üçün mən bunu götürürəm, Docker'la işə sala bilirəm. Hansı belə uyğundursa ona, o götürüb deyir ki, mən bunu işə sala bilərəm. Bu proseslərin arasında gedən vəziyyətə də belə deyək, şəbəkəyə də kube-proxy nəzarət edir. Bu onu düzür qoşur. Pod işə düşəndən sonra artıq sən bunu nə edirsən, brauzerdə belə deyək, aça bilirsən. Belə dostlar, yəni bu artıq Kubernetes'in faydalarını izah edim mən sizə. Deməli, Kubernetes insan səhvini azaldır. İnsan səhvini azaldır. Bu nə deməkdir dostlar? Deməli, işi avtomatlaşdırır. Məsələn, əvvəllər bir çox işi insan öz əli ilə edirdi və bu zaman səhvləri artırdı, səhv etmək, konfigurasiyada səhv etmək olurdu, edə bilərdi, yəni bunun ehtimalı çox idi. Hər hansısa bir səhv faili silə bilərdi və düzgün yerləşdirə bilməzdi. Kubernetes artıq bu işləri avtomatlaşdırdığı üçün insan müdaxiləsi azalır və nəticədə səhv ehtimalı da burada aşağı düşür. İkinci deməli burada dostlar əl əməyi avtomatlaşdırır, bunu dedim, izah etdim. Məsəl üçün Kubernetes
bir çox işləri artıq avtomatik yerinə yetirir. Məsələn, yeni pod yaratmaqdır və ya tətbiqi yeniləməkdir, serverin vəziyyətini yoxlamaqdır və yaxud da bunları artıq əllə etmirsən sən, artıq Kubernetes bunu sənin yerinə avtomatik edir. Məsələn, tətbiqdə hər hansısa bir yeniləmə var və yaxud da hər hansısa bir dəyişiklik olunmalıdır. Kubernetes artıq bunu özü tətbiq edə bilir. Autoscaling var, yük balanslaşdırma, belə bir miqyaslama da deyirlər buna Azərbaycanca. Tətbiqdə məsəl üçün birdən çox sorğu gələndə, istifadəçi gələndə yük arta bilir. Bu da belə bir şey deyim də, məsəl üçün bir saytlarda Black Friday ola bilər, məsələn, Trendyol olsun, Black Friday olur. Həftə sonu, bayram və yaxud da hər hansısa bir özəl bir gündə deyək ki, həmin saytın istifadəçiləri daha da artır və bu artındə yük də artır. Və Kubernetes avtomatik olaraq yeni instansiyalar yaradır ki, bu sistem bu yüklə baş edə bilsin də, belədir. Və bunun üçün Kubernetes əlavə podlar yaradır. Bunun sayt donmasın bunun üçün, yəni oradakı vəziyyətə baxıb yaradır. Və yük azalandan sonra avtomatik bu podları silir. Silə bilir, yəni əvvəlki vəziyyətinə qayıdır. Bunu balansda saxlaya bilir Kubernetes dostlar. Deməli, dəyişikliklər risksiz həyata keçirilir. Rolling update və rollback deyilən şey var Kubernetesdə. İrəlidə görəcəyik bunları. İrəlidə onu keçəcəm. Qısaca deyim nədir bu dəyişikliklər risksiz həyata keçirilən və rolling update, rollback nə deməkdir? Deməli, yeni versiya var məsələn deyək sistemdə, yeni versiya güncəlləmək lazımdır və yaxud da burada dəyişikliklər olunmalıdır. Və deyək ki, yeni versiyada problem çıxdı. Yeni versiyada problem çıxdı və biz bunu geri qaytara bilirik. Əvvəlki versiyaya qaytara bilirik. Bunu da yəni çox qısa zamanda, tez bir zamanda geri qaytara bilirik. Tətbiqlər daha dayanıqlı və elastik olur. Əgər məsəl üçün deyək ki, bir tətbiq çöksə, Kubernetes avtomatik olaraq onu yenidən işə sala bilir. Bunun daima işlək qalmasına belə deyək də kömək edir. Həmçinin məsələn tətbiqləri istədiyim bulut mühitinə uyğunlaşdırmaq da olur. Məsələn AWS olsun, Azure olsun və s. Belə dostlar. Dərsin məqsədi dostlar yazım.